Almazo Çimnaz Bədrəddin qızı 1982-ci ildə Quba rayon Küsnətqazma kəndində anadan olmuşdu. Orta məktəbi əla qiymətlərlə bitirib Azərbaycan Dövlət Pedaqoji Kollecinə daxil olmuş, oranda nümunəvi şəkildə bitirərək 2001-ci ildə Quba rayon Dağlıq kənd tam orta ümumi təhsil məktəbində əvvəl uşaq birliyi təşkilatı rəhbəri vəzifəsində, daha sonra isə ixtisası üzrə ibtidai sinif müəllimi kimi fəaliyyətə başlamışdı. İşlədiyi illər ərzində dövlət tərəfindən müxtəlif mövzularda təşkil edilmiş bütün təlimlərdə iştirak edərək 40-a yaxın yüksək ballarla sertifikat almış və müəllimlərin diaqnostik və sertifikasiya qiymətləndirmələrində 88 və 83% nəticə göstərmişdi. Hazırda metod birləşmə rəhbəri kimi də fəaliyyət göstərir. Qeyd edək ki, o şeir yazmağı da çox sevir və yazdığı şeirlər müxtəlif qəzetlərdə Ülkər Dəryanın Taleyimi yazan Mələk antologiyasında işıq üzü görmüşdü və 2004-cü ildə Həkəri qəzetində haqqında nümunəvi müəllim adlı məqalə dərc olundu. Bundan əlavə 2004-cü ildə həm də isim layihəsi tərəfindən fəal müəllim adı ilə təltif edilmişdi. O qeyd edir ki, peşəsinin vurğunudur və bundan sonra da həyat davam etdikcə cəmiyyətə faydalı şəxsiyyətlər yetişdirməyə hazırdır. Bugün müəllimlər günüdür və bu gün üçün bizlərə bu dəyəri verən, bizə etimad göstərən və bizi bu zirvəyə çatdırmağa çalışan Samir müəllimə və bütün heyətə xüsusi təşəkkürümü bildirirəm. Müəllim şagirdin uğuru ilə yüksəlir və bu şagirdlərimizin yüksəlişinə görə biz buradayıq və şagirdlərimizin yüksək nəticələri bizi bu zirvəyə gətirib çatdırıb. Arzu edirəm ki, şagirdlərimizin də zirvəyə çatmasına görmək bizə nəsib olsun. Düzdür, bir neçə şagirdimiz zirvələrdədir artıq. Mən həmin zirvədə olan şagirdlərimlə fəxr edirəm və fəxr edirəm ki, belə şagirdlərimiz davamlı olaraq inkişaf edir. Bu layihə də bizim şagirdlərimizin inkişafına stimul verir və bundan sonra da şagirdlərimin yüksək nailiyyətlərini izləməyə, onları görməyə Allah bizə nəsib eləsin. Respublika üzrə ilin müəllimləri və ilin məktəbləri təltif olunub. Artıq 5-ci ildir ki, fəaliyyət göstərən isim layihəsi ibtidai təhsil sahəsində önəmli uğurlara imza atmaqdadır. Layihənin istiqamətlərindən biri də hər il ən yaxşı ibtidai sinif müəllimlərini və məktəbləri təltif etməkdir. Qaliblər isim layihəsinin hazırladığı unikal reyting proqramı vasitəsilə şagirdlərin inkişaf göstəricilərinə əsasən müəyyənləşir. Oktyabrın 5-də müəllimlər günündə növbəti belə bir tədbir təşkil olunub. Tədbirdə 2024-2025-ci tədris ili üzrə ən yüksək reyting balı toplamış müəllimlərə və məktəb rəhbərlərinə isim metodikasının müəllifi Samir Vəliyev tərəfindən diplom və xüsusi hazırlanmış kubok təqdim edilib. Təltif olunan müəllimlər isim metodikasının şagirdlərin inkişafında çox effektiv rol oynadığını və bu metodika vasitəsilə onların potensiallarını daha yaxşı aça bildiklərini vurğulayıblar. Qeyd edək ki, layihəyə qoşulmaq istəyən ibtidai sinif müəllimləri 050 224 1800 nömrəsi ilə əlaqə saxlaya bilərlər.